Təşəkkür edirəm mənə bu fürsəti verdiyiniz üçün. Bu tarixə istinadən nə deyə bilərəm? Azərbaycanın maddi və qeyri-maddi irsinin ərazilərdə qorunması və ilə bağlı nə deyə bilər? Yəni hamı bilir ki, bu irs müəyyən əfsuslar olsun ki, dağıntılardan əziyyət çəkir. Çoxlu dağıntılar, gecə-gündüz həmin ərazilər dağıntılara məruz qalmışdı. Ona görə də biz bu xüsusi bir metodologiyanı planları diqqətinizə çatdırmaq istəyərdim. Yəni bu mədəni irsimizin gələcək nəsillərə ötürülməsi çox vacibdir. Ona görə də burada akademik şəkildə biz deyə bilərik ki, bu sənədləşmə yəni burada neqativ şəkildə Azərbaycanın irsinə nə təsir edib? Yəni Şirinpekdən olan əldə edilən dəlillər və s. və eyni zamanda inteqrasiyalı yanaşma da çox vacibdir ki, hüquqi müdafiə ilə bağlı yerli icmaların proseslərə cəlb edilməsi, beynəlxalq əməkdaşlıq bu minvalla çox vacibdir. Ona görə də Azərbaycan irsinin qorunması sistematik şəkildə, mütəşəkkil şəkildə burada dövlət qurumlarının, beynəlxalq təşkilatları da həmçinin buraya cəlb edilməsi və icmalar da çox önəmlidir, icmaların fəaliyyəti çox önəmlidir. Bu nə deməkdir? Qayıtmaq hüququ bizim irslə bağlı olaraq, o deməkdir ki, insanların öz evinə qayıtmasıdır, öz doğma əcdadlarının, ata-babalarının doğma yurdlarına, torpaqlarına və qayıtmasıdır ki, orada buraxdığımız minlərlə xatirələrimiz, yaddaşımızda hifz edilən xatirələrimizdir. Maddi irs, qeyri-maddi irs olaraq burada bizim adət, ənənələr də heç şübhəsiz ki, dağıntıların təsirinə məruz qalmışdır. Ona görə bu irs heç şübhəsiz Azərbaycanın mədəni kimliyi üçün, mədəni mənsubiyyəti üçün danılmaz bir əhəmiyyətə malikdir. Və burada istifadə olunan metodologiya maddi və qeyri-maddi irsin müdafiə edilməsi, öz növbəsində mövcud ədəbiyyatı, data arxivlərinə, sahədə olan aparılan müşahidə işləri, müxtəlif yerlərdə, ərazilərdə həyata keçirilən peşəkarlarla müsahibələr və eyni zamanda etimad quruculuğu zamanı müxtəlif tədqiqat materialları müxtəlif yerlərdə, müxtəlif zamanlarda, konferans seminarlarda toplanaraq müxtəlif telefon və e-mail yazışmaları ilə də tamamlanmışdır. Belə ki, biz bu mədəni irsin mühafizə edilməsində olduqca çoxsaylı kanallardan istifadə etmişik. Odur ki, Azərbaycan irsinin mühafizə edilməsi və bu necə sənədləşdirilə bilər, Ermənistan bəli qurumları altında qalan əraziləri, necə biz əraziləri beynəlxalq regional və Azərbaycan hökumətinin də sayəsində iştirakı ilə də yerli QT-lərin iştirakı, qlobal şəkildə görülən işlər də bunların sırasındadır. Bu da konkret bariz nümunələr verir, birgə məsuliyyətli və qlobal tədbirlər də mədəni irsin mühafizə edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, Azərbaycan və Ermənistan qeyd etmək lazımdır ki, bir sıra Azərbaycan arxeoloji mədəni irs ərazilərdə gözü müxtəlif sahələri əhatə etmişdir. Bu daş dövründən olaraq günümüzə qədər Azərbaycan əhalisi tərəfindən ölkədə burada İslam məscidlər, dini ibadət yerlərinin mərkəzlərinin qurulması, tikilməsi. Bu özü gözəl bir fürsətdir ki, biz bir sıra olduqca çətinliklərə ram edərək biz mədəni irsimizi bərpa etməliyik. Ona görə də qlobal öhdəliyimiz, qlobal konferanslarda biz mədəni irs heç şübhəsiz ki, hamılıqla idarə etmə sistemi və lokal kontekstdən idarə edilməlidir. Yəni bu ərazilər mütləq müharibə zamanı da qorunmalıdır. Müharibədən sonra heç bir vəclə bunlar məhv edilməməlidir, dağılmamalıdır.
Və burada yüzlərlədir ki, bizim ortaq irsimiz var ki, ortaq irsimizi birgə mühafizə, hifz etməliyik ki, Azərbaycan, Ermənistan irsi də qlobal bir öhdəlikdir. Ona görə də bütün dünya ölkələri bax bu məqamları nəzərə almalı. Dünyada irs hər yerdə bəşəriyyətə məxsusdur. Bir ölkənin deyil, ona görə bir kollektiv işləmə, kollektiv əməkdaşlıq, gələcək bəşəriyyətin ümumi irsinin qorunması üçün çox vacib. Və bu ümumbəşəri irslər nəyə nail olmuşuq? Və burada isə Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin Ermənistan nəzarət ərazilərdə qorunmasına gəldikdə isə bu beynəlxalq Sarayeva konferansında, konqresində müzakirə edilmişdi. Mədəni irsi mühafizəsi burada çox vacibdir. Ona görə də başqa bir dərc edilmiş məqalə də var. O da 2025-ci ilə təsadüf edir. Dəlillərin və Azərbaycanın irsinin Ermənistanda sənədləşdirilməsi ilə bağlı qeydlər nəyi göstərir? Bunlar da olduqca çox mühüm məsələlərdir. Burada süni intellektdən Azərbaycan irsinin Ermənistanda qorunması digər bir məqalə idi ki, bu da beynəlxalq Çanaqqala Türkiyədəki konferansda həyata keçirilmişdi. Biz çoxlu dataları, məqalələri dərc edirik və hətta biz bu barədə bir kitabın da dərcini gözləyirik. Biz İordaniyada, Omanda biz bu müzazirə də oxumuşuq. Müzazirədə Azərbaycanın irsinin Ermənistanda təsəvvür ki, 100 nəfərdən çox adamın gəlməsi, bu ictimai maarifləndirmə tədbirləridir. Biz bunu əvvəlki konferanslarda da təqdim etmişdik ki, o məqalədə bu irsin necə hifz edilməsi, qorunması və bunun üçün hansı yeni metodologiyalar istifadə edilə bilər. Biz konkret tədbirlər görülməlidir. Plan deyil, planla yanaşı əməli tədbirlər görülməlidir. Planlar, təşəbbüslər eyni zamanda bu Azərbaycan irsinin Ermənistan arasında olan irsinin qorunması çox vacibdir. Ona əməkdaşlığın bu sayədə gücləndirilməsi, Azərbaycanın irsi sevənlər, bütün dünyada biz hamımız belə bir kiçik bir cəmiyyətimizi gərək yaradaq. Və bu cəmiyyətimizdə yaratmaqla Azərbaycanın kiçik bir icmasını yaradıb bu irsimizi qoruyaq. Baxın, sülh sazişi Ermənistan və Azərbaycan rəhbərləri ilə Trumpla birlikdə nəzərə çarpan gözəl bir fürsətdir. Bu həqiqətən də bu dönüş bir nöqtəsidir. Siyasi bir, tarixi bir dönüş nöqtəsi olaraq birmənalı şəkildə gələcəkdə bir ortaq mexanizmin yaradılması və birgə proqramlaşdırma ilə Azərbaycan irsinin Ermənistan sənədləşdirilməsi, protokollaşdırılması üçün gözəl bir fürsətdir. Ona görə də sahə səfərlərin təşkil edilməsi və eyni zamanda Ermənistanda olan müvafiq ərazilərə də ziyarətlər edilməklə cari sülh imkanlarından maksimum yararlanmaq lazımdır. Ona görə mədəni irsin sənədləşdirilməsi ilə bağlı müvafiq bir komitə plandır. Artıq işləyirik konkret olaraq bu irsin Ermənistanda Azərbaycan irsinin qorunması üçün. Mən bizim universitetlə birlikdə bu işi artıq başlamışıq. Biz bunun üçün çox sayılı müsbət məcrada işlər görürük Azərbaycan irsinin qorunması üçün və Azərbaycan irsinin qorunmasında süni intellektdən istifadə ən mühüm addımlardan biridir günümüzdə. Və həmçinin qeyd etməliyəm ki, biz Azərbaycan irsini rəqəmsal sənədləşmə ilə də mühafizə edirik. Ona görə bunun çox təfərrüatlara getmək istəmirəm. Bizim hüquqi müdafiəmiz var. Hüquqi müdafiə çox vacibdir. Bu sahədə belə işlənənlər bilir ki, beynəlxalq icma ilə əməkdaşlıq çox vacibdir. Biz də beynəlxalq cəmiyyəni təmsil edirik. Maarifləndirmə, məsələn, buradakı mühazirələr, bu kimi mühazirələr çox vacibdir. Rəqəmsal sənədləşmə çox vacibdir. Ona görə yeni texnologiyaların da mütləq vacibdir. Mühüm bir alət, dronlardan istifadə etmə, süni peyk şəkillərindən istifadə etmə çox vacibdir. Ona görə də irs əsas tədqiqat sahəsidir. Azərbaycan mədəni resurslarının, Ermənistandakı resursların idarə edilməsi çox vacibdir. Bu isə komitə üçün Qərbi Azərbaycan kimi təklif edilən bir təklifdir. Mən bizim qəzəblə istəyirləndirmək istəmirəm. Moderatımızı menecmentin, mədəni resurs menecmenti idarə edilməsi, koordinasiya bir qurumun yaradılması da çox vacibdir. Ona görə Azərbaycan, Ermənistan
birlikdə məlumat sistemi üçün bu təcili lazımdır. Çünki bir çox ərazilər məhv edilib, silinib, su ilə yuyulub gedib. Budur ki, qarşılıqlı məlumat mübadiləsi, məlumat datanın qeyri-maddi mühafizə edilməsi üçün universitetlər, tələbələr, akademik sektorun iştirak etməsi, eyni zamanda Ermənistanın ərazilərə səfərlərin təşkil edilməsi, süni peyk şəkillərinin olması bu irsin mühafizəsi üçün çox vacibdir. Ərazilərdə nələrin baş verməsi, yaxından öyrənmə, yeni texnologiyalarla, VR, AI, süni intellekt, virtual reallıq, bunlar hamısı çox önəmlidir. Mümkündə bir mükafat olmalıdır. Yəni sadəcə idman üçün deyil, mədəni irs üçün də akademik səviyyədə də mükafatlar verilməlidir. Hətta özəl sektorda bu sahədə olduqca mühüm yer oynaya bilər. Ki, mədəni irsin qorunmasında iştirakı olanlara və bu sahədə də mükafat ayrılmalıdır. İrəvandakı Mavi Məscid buna bariz bir nümunədir. Və burada tarixi simmetriyalar eyni zamanda qalan. Təəssüflər olsun ki, bura inkar edilmiş, tərcid edilmiş bizim mədəni irs abidələrimiz də var ki, onlar da unudulmamalıdır. Muğam da var, qeyri-maddi irslərdir. Bəli. Ermənistanda bunlar hamısı itib. Bizim aşıq mədəniyyəti də var. Aşıq, bəli, ifaçılığı, eyni zamanda xalça toxuması kifayət qədər bütün dünyada tanınır. Azərbaycanlılar bizdə bəzi Ermənistanda itib baxmış və ənənəvi qidalar da, adət-ənənələr də çox önəmlidir. Və eyni zamanda bir sıra ərazilər, Divizlidə kifayət qədər əziyyət çəkmişdir və biz də müəyyən Azərbaycan mədəni irsi üçün bir databaza hazırlanmış, maddi və qeyri-maddi irsin qorunması üçün vacib belə bir databaza yaradılmalıdır və eyni zamanda bu sistem databazası və məlumat sistemi Azərbaycan mədəni irsi databazası altında, Ermənistanda adı altında bir sistem yaradılmalıdır. Və burada da biz nə etmək lazımdır? Bizim liderdə, Yordaniyada və bizim Azərbaycana onların hökumət, xalqı ilə birlikdə biz təşəkkür edirik hamınıza, minnətdarıq və bizim dediyimiz odur ki, Azərbaycanın irsi bizim ortaq bir paylaşdığımız bir irsdir. Təşəkkür edirəm.